İkinci sualda AB bərabərdir 2A üstə gəlinsin 5B olarsa AB'nin ən böyük və ən kiçik qiymətinin fərqini istəyir. Əvvəlcə AB ədəd olduğuna görə onu açıq formada yazırıq. Yəni AB'nin açılışı 10A üstə gəlinsin B'dir. 10A üstə gəlinsin B bərabərdir 2A üstə gəlinsin 5B. Bu ifadəni biraz sadələşdirmək lazımdır. 10A'dan 2A çıxırıq 8A bərabərdir 5B'dən də B çıxırıq 4B. A 4'ə bərabərdir, B də 8'ə bərabərdir. Qarşı-qarşıya götürürük. A 4, B 8 olarsa, onda AB ədədinin ən böyük qiyməti olacaq 48. Ən kiçik qiymətini tapmaq üçünsə 8A bərabərdir 4B ifadəsində 4 ixtisar apara bilərik hər iki tərəfə. O zaman 2A üstə gəlinsin B alınacaq. Və yaxud 1B də deyə bilərik, sadəcə 1 yazılmır. Bu qayda ilə yenə A 1'ə bərabər olacaq, B də 2'yə bərabər olacaq. Onda AB ədədinin ən kiçik qiyməti olacaq 12. Ən böyük və ən kiçik qiymətin fərqini istəyirsə 48'dən 12 çıxırıq, bərabərdir 36'ya. 13-cü tapşırıqda eyni üsulla həll olunacaq. 14-cü tapşırıqda 5940 ədədi 5 rəqəmli ABCDY və ADCBE ədədlərin fərqinə tam bölünür. Biz əvvəlcə verilən 5 rəqəmli ədədlərin fərqini tapmalıyıq. Yəni yazıram ABCDY ədədi çıxılsın ADCBY ədədi. Bu ədədləri təbii ki açıq şəkildə yazmalıyıq. Açılışı da belə eləyirdi. Deməli, mərtəbə vahidlərini yazırıq. Təklik, onluq, yüzlük, minlik və 10 minlikdirsə, onda 10.000 A üstə gəlinsin 1000 B üstə gəlinsin 100 C üstə gəlinsin 10 D və üstə gəlinsin Y, yəni təklik. Çıxılsın, bunu mötərizədə yazmalıyıq. Eyni qaydada yenə 10.000 A üstə gəlinsin 1000 D üstə gəlinsin 100 C üstə gəlinsin 10 B üstə Y. Verilən ifadəni sadələşdirmək lazımdır. Burada mötərizəni açıram. Mötərizənin qarşısında mənfi işarəsi olduğuna görə mötərizədə olan işarələr əks işarə ilə əvəz olunmalıdır. İndi isə oxşar dəyişənləri islah eləmək lazımdır. 10.000 A və 10.000 A islah olunur. Sonra 100 C və 100 C və təkliklər, yəni y'lər islah olundu. Yerdə qalan ədədləri yazırıq. Yəni 1000 B üstə gəlinsin, daha doğrusu çıxılsın 10 B üstə gəlinsin 10 D çıxılsın 1000 D. Bunları da hesablasaq 1000 B'dən 10 B'ni çıxanda eləyəcək 990 B çıxılsın 10 D'dən də 1000 D çıxanda eləyəcək mənfi 990 D. Deməli 2-4 rəqəmli ədədi bir-birindən çıxdığımızda belə bir ifadə alındı. Təkrar tapşırığa baxırıq. Tapşırıqda deyir ki 5940 ədədi 5 rəqəmli ədədlərin fərqinə tam şəkildə bölünür.
O zaman biz bunu yazmalıyıq. Yəni yazıram 5940. Kəsr xətti ilə yazsaz daha yaxşı olar. Bölünsün 990B çıxılsın 990D. Bərabərdir. Burada 990 ortaq vuruq olduğuna görə mörtəzə xaricinə çıxarda bilərəm. 5940 bölünsün. 990-ı mörtəzə xaricinə çıxardanda mörtəzənin daxilində olacaq B çıxılsın D. Bu da bərabərdir. 5940 990-a tam şəkildə bölün. 6 dəfə bölünsün B çıxılsın D. İndi 6 bölünsün B çıx D aldıq və əgər 6 B çıx D-yə tam şəkildə bölünürsə, onda B çıx D fərqi 6-nın bölənlərinə bərabər olmalıdır. Yəni 6 1-ə tam bölünür, 2-yə tam bölünür, 3-ə və 6-ya tam bölünür. Bunların da cəmini tapsaq, 1 üstə 2 üstə gəlsin, 3 üstə gəlsin 6. Cavab eləyəcək 12. 16-cı sualda belə yazırıq. A və B natural ədədləri üçün C bərabərdir. A çıxılsın 5, vurulsun 3B, üstə gəlinsin 1. Tək ədəd olarsa AB hasilinin ən kiçik qiymətini tapın. Verilən C ədədi tək ədəddir. Bunun üçün biz AB hasilini tapmalıyıq. Yəni əvvəlcə A və B-nin aldığı qiyməti tapmalıyıq. Əgər bizdən AB-nin ən kiçik qiymətini istəyirsə, onda A və B-yə mümkün qədər kiçik ədədlər verməliyik. Birinci A çıx 5 ifadəsində ən kiçik 6 qiymətini alar. Çünki 6-dan kiçik rəqəmlər qoyduğumuzda bu ifadə mənfi cavab alacaq və bizə mənfi cavablar lazım deyil, yəni doğru deyil. Ona görə A ən kiçik 6 olar. 6-dan 5 çıxanda A çıx 5 ifadəsinin qiyməti olacaq 1. Daha sonra 3B üstə gəlinsin 1. Bu ifadə 1 eləyirsə, deməli 3B üstə gəlinsin 1 ifadəsi də tək ədəd eləməsi üçün B-nin yerinə ən kiçik 2 rəqəmi qoya bilərik. A və B ədədləri fərqli ədədlər olduğuna görə A və B-yə eyni ədədi verə bilmərik. Yəni A 1-dirsə B-yə 2-ni qoya bilərik. O zaman 3 vurulsun 2 üstə gəlinsin 1 eləyir 7. 7 də tək ədəd olduğuna görə biz A-nı 2, B-ni də 1 qəbul eləyə bilərik. Bu zaman daha doğrusu A-nı 6, B-yə də 2 yazsaq, AB hasili 6 vur 2, 12-yə bərabər olacaq. 17-ci sualda A, B, C natural ədədlərdir və 2A üstə gəlinsin B, üstə gəlinsin C bölü 8 bərabərdir 50 olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti istəyir. Əvvəlcə burada C-yə baxmalıyıq. C bölünsün 8-dirsə, deməli C 8-in bölənləri olmalıdır ki, verilən ifadədə kəsr ifadə alınmasın. Yəni C bölü 8 tam ədəd olmalıdır. Eyni zamanda B-nin ala biləcəyi ən böyük qiyməti soruşursa, o zaman A və C mümkün qədər ən kiçik qiymətləri almalıdır ki, B ən böyük qiyməti almış olsun. Yəni burada C-nin yerinə 8 və A-nın yerinə 1 qoysaq, o zaman olacaq 2 vurulsun 1, üstə gəlinsin B, üstə gəlinsin C-nin yerinə 8 yazıram. 8 bölü 8 bərabərdir 50-yə. Bu ifadəni hesablasam, 2 üstə gəlsin B, üstə gəl 1 bərabərdir 50. B də bərabər olacaq 47-yə. 18-ci sualda isə verilən ifadəni yazıram. AB 2 rəqəmli ədədlərinin sayını istəyir. Əvvəlcə bu ifadəni sadələşdirmək lazımdır. Bunun üçün də AB və BA ədədlərini açıq şəkildə yazırıq.
Yəni 10A üstə gəlinsin B, AB'nin açılışını yazdım. Çıxılsın 10B üstə gəlinsin A. BA'nın açılışını yazdım. Daha sonra müəyyən qədər sadələşdirmə aparmaq lazımdır. Deməli 10A üstə gəlinsin B, çıxılsın 10B, çıxılsın A. Mötərizə qarşısında mənfi olduğuna görə mötərizəni açanda işarə dəyişdi. İndi burada 10A'dan A'nı çıxıram, eləyəcək 9A. B'dən də 10B'ni çıxanda eləyəcək mənfi 9B. Yenə eyni qaydada ifadənin davamını yazıram. Daha sonra burada surətdə 9 ortaq vuruq olduğuna görə 9-u mötərizə xaricinə çıxarda bilərik. Yəni 9 mötərizədə A çıxı B yazsam, məxrəcdə də A çıxı B olduğuna görə bu ikisi ixtisar getmiş olacaq. Yəni A çıxı B və A çıxı B-ni ixtisar apararam. Daha sonra burada qalacaq 9 üstə gəlinsin A üstə gəl B bərabərdir 21. A üstə gəlinsin B də 21-dən 9 çıxaram. Eləyəcək 12. Artıq burada hesablama aparmaq üçün AB iki rəqəmli ədədlərinin sayını istəyir. Yəni A ilə B-nin cəmi 12-dirsə, A üstə gəl B bərabərdir 12 və mümkün olan variantları yazmaq lazımdır. Burada A və B, AB ədəd olduğuna görə A və B maksimum 9 qiymətini ala bilər. Yəni 9-dan böyük ədəd olmaz. Çünki bu AB bir ədəddir. Ona görə də yaza bilərəm 9 üstə gəlinsin 3 və yaxud 3 üstə gəlinsin 9 da olar. 93 və yaxud 39 ola bilər AB ədədi. Başqa variantda 8 üstə gəlinsin 4. Eyni zamanda 4 üstə gəlinsin 8. Daha sonra 7 üstə gəlinsin 5 və 5 üstə gəlinsin 7 də yaza bilərik. 6 üstə gəlinsin 6 yaza bilərik. Bu qədər. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Burada 6 üstə gəlinsin 6-dan başqa bütün variantları götürürük. Çünki A və B ədədləri müxtəlif olduğuna görə 6 və 6 götürə bilmərik. Bizim ümumilikdə 6 variantımız yaranmış oldu. Deməli, AB iki rəqəmli ədədlərin sayı 6-ya bərabər. 19-cu tapşırıqda 3 rəqəmli ədədin 1% onun rəqəmlərinin cəminə bərabərdir. Bunu ümumi şəkildə yazsaq, yəni bu formada yaza bilərik. ABC, ABC ədədinin 1%, ədədin faizini tapmaq üçün ədədi faizə vurub 100-ə bölmək lazımdır. 100%-ə bölmək lazımdır. ABC ədədinin 1%, onun rəqəmlərinin cəminə bərabərdir. Yəni A üstə gəlinsin, B üstə gəlinsin, C-yə bərabərdir. Ədədin 1%, onun rəqəmlərinin cəminə bərabərdirsə, bu ədədlər sonu 2 sıfırla bitən ədədlərdir. Yəni 3 rəqəmli ədəddən söhbət gedirsə, sonu 2 sıfırla bitən rəqəmlərdir. Yəni bir neçə ədəd üzərində yoxlasaq, misal üçün 100-ün 1%-i 1-ə bərabərdir. Eyni zamanda 100 ədədin rəqəmlərinin cəmi də 1-ə bərabərdir. Və yaxud olsun 700. 700-ün 1%-i 7-yə bərabərdir və 700-ün rəqəmlərinin cəmi də 7-yə bərabərdir. Bizdən isə burada ən böyük qiymətlə ən kiçik qiymətin fərqini istəyir. Deməli, biz əgər yüzlükləri götürürüksə, onda ən böyük 3 rəqəmli ədəd, bu şərti ödəyən 3 rəqəmli ədəd 900-dür. Ən kiçiyi də 100-dür. 900-lə 100-ün cəmi də 800-ə bərabərdir. 20-ci sualda 2 rəqəmli ədədin təkliklərin sayı onluqların sayından 2 vahid böyükdür. Bu 2 rəqəmli ədədin rəqəmlərin cəminin hasili 144 olarsa, bu ədədi tapın. Əvvəlcə 2 rəqəmli ədədimizi yazırıq AB formasında.
Daha sonra onluqların sayı, təkliklərin sayı onluqların sayından 2 vahiddir böyük deyirsə, burada təklik B-dir, onluq da A-dır. Deməli, B A-dan 2 vahid böyükdürsə, biz bunu B bərabərdir A üstə gəlinsin 2 formasında ifadə eləyə bilərik. Tapşırığın ikinci hissəsində isə 2 rəqəmli ədədin, yəni AB-nin rəqəmləri cəmi hasilinə, yəni A üstə gəlinsin B 144-ə bərabərdir. Bu ifadəni sadələşdirmək üçün AB-ni açıq şəkildə yazmaq lazımdır. Yəni 10A üstə gəlinsin B vurulsun A üstə gəlinsin B bərabərdir 144-ə. B bərabərdir A üstə gəl ifadəsindən istifadə edirik. Yəni bu ifadədə B-nin yerinə A üstə gəlinsin 2 yazacağıq. 10A üstə gəlinsin B-nin yerinə A üstə gəlinsin 2 yazıram. Vurulsun, burada da eyni qaydada B-nin yerinə A üstə gəlinsin 2 yazıram. Bərabərdir 144. Mötərizələri sadələşdirsəm 10A üstə gəlinsin A eləyəcək 11A üstə gəlinsin 2 vurulsun A ilə A-nı toplayanda eləyəcək 2A üstə gəlinsin 2 bərabərdir 144. Burada tənliyi formasına gətirib hesablamaq da olar, amma A-nın yerinə qiymət qoymaqla da yerinə yetirmək olar. Mən əgər A-nın yerinə 2 qiymətini yazsam hər ikisində, o zaman 11 vur A 22, 11 vur 2 22 üstə gəlin 2 24-ə bərabərdir. Vurulsun 2 vur 2 4, 4 üstə 2 də 6-ya bərabərdir. 24-ü 6-ya vuranda da 144 eləyir. Deməli A 2-yə bərabərdir. Əgər A 2-yə bərabərdirsə, burada verilən ifadəyə əsasən B də bərabər olacaq 2 üstə gəlinsin 2 4-ə. AB ədədi də bərabər olacaq 24-ə.